el məclislərimizdə, toylarımızda, şənliklərimizdə xeyir dualar olur məclisin əvvəlində. Ata oğluna və digər ata öz qızına. Ən çox məni kədərləndirən hissə atanın qızına olan təbrikləridir, xeyir duasıdır. Var mı burada qız evladların ataları, anaları? Səsiniz gəlsin. İndi mən sizin adınızdan bu nəğməni oxuyacağım. Musiqi Fərid Kərim, sözləri Altay Yaşar. Qızım. Yaşansın hayatta xoşbəxt günləri, atanın evindən köçsən də bugün, onun ürəyində daim var yeri, bitməz arzularım, yetməz sözləri, sözündən daha çox deyil gözləri, bil ki təkcə sən ən böyük arzu, dualarım sənlədir canım qızım. Ömrümdə ən gözəl hadisə sənsən, səni xoşbəxt görmək ən bir arzu, sən mənim hər nəfəs ürəyimdəsən, nə qədər varımsa varımsan qızım. Ömrümdə ən gözəl hadisə sənsən, səni xoşbəxt görmək ən bir arzu, sən mənim hər nəfəs ürəyimdəsən, nə qədər varımsa varımsan qızım. Canım qızım, yeni ömür yolun mübarək olsun, yaşansın həyatda xoşbəxt günləri, atanın evindən köçsən də bugün, onun ürəyində payın var yeri, bitməz arzularım, yetməz sözləri, sözündən daha çox deyil gözlərim, bil ki təkcə sən ən böyük arzu, dualarım sənlədir canım qızım. Ömrümdə ən gözəl hadisə sənsən, səni xoşbəxt görmək ən bir arzu, sən mənim hər nəfəs ürəyimdəsən, nə qədər varımsa varımsan qızım. Ömrümdə ən gözəl hadisə sənsən, səni xoşbəxt görmək ən bir arzu, sən mənim hər nəfəs ürəyimdəsən, nə qədər varımsa varımsan qızım, nə qədər varımsa varımsan qızım. Səni xoşbəxt görmək ən bir arzu, sən mənim hər nəfəs ürəyimdəsən, nə qədər